Universitetə təhsil alırsan və kartına gələn təqaüd sadəcə bir həftə ərzində bitirsə, bu videonu keçmə. Mənim bir tələbəm var idi, aylıq sadəcə 100-150 manat ilə ayını yola verməyə çalışırdı. Hər ayın ortasında kartı sıfırlanırdı və artıq bundan sonraki günləri ya valideynlərindən pul istəyərək və yaxud da ki, iş axtararaq keçirirdi. O bundan sonra eBay-i öyrəndi və sadəcə imtahan dövründə bir ay ərzində 350 manat gəlir əldə etdi. Bu, başlanğıc dönəm üçün az ola bilər, lakin sonraki dönəmlərdə daha da artır. İndi isə artıq hər hansısa bir restoranda işləməyinə ehtiyac duymadan və heç yerə getmədən sadəcə kompüter başından həm imtahanlarına hazırlaşaraq, yəni dərslərinə baxaraq, həm də kompüter başından gəlirlər əldə edə bilir. Bu sistem çox çətin deyil, sadəcə eBay platformasında satışa başlamaqla mümkündür. Bunun üçün sadəcə rəylərə tələbə yazmağın kifayət edir ki, biz sənə eBay, Shopify və yaxud da Amazon ilə bağlı məlumat yönləndirək və tələbə olaraq həyatını dəyişməyinə sənə köməklik göstərək.